Azərbaycanın müxtəlif bölgələrində biz intensiv suvarmaya keçməliyik. Yəni bu həm su qənaətinə gətirib çıxardır, həm də məhsulun istənilən vaxtda suvarmasına gətirib çıxardır. Ona görə də Azərbaycanın müəyyən bütün rayonlarında demək olar ki, bu intensiv suvarma sisteminə keçilir və məndə olan məlumata görə intensiv suvarma tətbiq edilən sahələrə də həm o texnologiyalara, həm də o əkin istehsalçılarına subsidiyalarla təmin olunur ki, buna maraq daha da artsın. Dövlət maraqlıdır ki, bu subsidiyalar vasitəsilə əsas intensiv suvarma üsullarına keçsin. Dövlət su ehtiyatları tərəfindən müəyyən xarici ölkə mütəxəssisləri cəlb olunur ki, bizim yeraltı suların miqdarı müəyyənləşsin, dəqiqləşsin və təbii ki, onlar müəyyənləşib hesabat təqdim olunduqdan sonra onun da təkrar olaraq yerinin doldurulması üçün ilk tədbirlər planı hazırlanacaq.